Tiroid vəzi problemləri varsa, hamiləlik ola bilərmi? Bu haqda danışmaq istəyirəm. Azərbaycan endemik zona olduğundan tiroid problemi olan gənclərimizin sayı son illər çox artır və biz həkim endokrinoloq olaraq bu problemlərə çox rast gəlirik. Hər zaman anaların və pasiyentlərin ən həyəcanlı sualı: doktor, bu bizim ana olmamıza mane ola bilərmi? Öncə rahatlamaq üçün sizə bir şey deyim ki, olur əlbəttə. Əgər tiroid vəzində olan problemlər zamanında aşkar olunarsa, hormonal status zamanında bərpa olunarsa və bütün hamiləlik boyu pasiyent doğru, düzgün ginekoloqla yanaşı, endokrinoloqla bərabər müayinə alarlarsa, kontroldə olarlarsa, çox sağlam, çox gözəl hamiləlik keçir və pasiyentdə də, gələcəkdə olacaq körpədə də bir ciddi problem yaranmamış olur. Ancaq hansı pasiyentlərdə problem yaranır? Əgər pasiyent hipotireoz və ya hipertireozla, yəni zəhərli zobla və ya tənbəl zobla xəstə ikən hamilə qalıbsa, hamiləlik boyu tənzimini düzgün aparmayıbsa, uyğun və düzgün dozda dərmanlar təyin olunmayıbsa, bu zaman uşağın əqli inkişafında problem, onun fiziki inkişafında problemlər yarana bilir ki, bu da gələcək körpə və ana üçün də əlbəttə ki, ciddi həyati vacib problemlər yaratmış olur. Ona görə də bir mənalı olaraq tiroid problemi olan pasiyentlərin ana olmağında bir əks göstəriş yoxdur. Sadəcə doğru düzgün müayinə olmanızda fayda vardır. Özünüzə yaxşı baxın.